Salam dostlar. Klassik ədəbiyyatı başa düşməyən insanların ən vacib problemi eşq və sevgi məfhumlarını bir-birindən ayıra bilməmələridir. Bunu sadə şəkildə belə izah eləmək olar ki, eşq Tanrıya və onunla insan arasında olan bütün vəsilələrə bəslənən münasibətdir. Sevgi isə daha çox dünyəvi anlayışdır, yəni vətənə, ailəyə, övlada, qadına olan münasibətdir. İndi görün Füzuli eşqi necə təfsir eləyir. Deyir ki, hüsn olmasa eşq zahir olmaz. Eşq olmasa hüsn mahir olmaz. Yəni bir gözəllik olmalıdır ki, onu sevəsən. Və eyni zamanda sən öz sevgi ilə, öz eşqinlə həmin gözəlliyin dəyərini verirsən. Yəni onu bir qiymətə qaldırırsan, onun bir əyarını müəyyən eləyirsən. Tanrı belə deyir o Adəmi yaradanda, Tanrı bizi sevgidən yaradır. Sevgi ilə yaradır və bizdən sevgi umur. O deməli, deyirlər Tanrı qanidir hər şeydən, ancaq qanidir, doğrudur, İrfan fəlsəfəsinə görə Tanrının heç nəyə ehtiyacı yoxdur. Ancaq o bizim insanın onu sevməyini istəyir. Yəni bir məqamda da var, Aşıq Ələsgər gözəlləri təsvir edən şeirində deyir ki, afərin Xudanın haqqı sayına, camanları bənzər bayram ayına. Yəni Tanrıya öz dili ilə həmd sənə qılır ki, belə gözəlliklər yaratmısan. Demək, biz də öz sevgimizlə, bir hədis də var, deyir, mən gizli xəzinə idim, bilinmək istədim. Ondan soruşurlar, insanı niyə yaratdın? Deyir, mən gizli xəzinə idim, bilinmək istədim. Yəni, Tanrı bizim onu sevməyimizi istəyir. Hər şeydən qane olsa belə bunu istəyir və biz öz sevgimizlə o hüsnü, o gözəlliyi qiymətləndiririk, onun məharətini artırmış oluruq, mahirliyini artırmış oluruq. Füzuli bax, bu məqamı deyir. Və eyni zamanda deməli, eşq yoluna çıxmaq üçün ilk addım ağıldan imtinadır. Bir türk şairi deyir, qüdrət-i məali bu küçük əqlə gərəkməz, zira bu tərazi o böyük siqləti çəkməz. Biz brilyant satdığımız tərəzi ilə buğda sata bilmərik. İnsan ağlının bir məhdudiyyəti, bir hüdudu var. Yəni o Tanrının dərk eləmə iqtidarında deyil. Ona görə də biz ağılın ötəsinə adlamalıyıq. Mən ağılsızlığı təbliğ eləmirəm, məni xahiş edirəm, yanlış anlamayasınız. Mən ağılın fövqünə qalxmaqdan danışıram. Bütün ariflər həm də ağıllı adamlardır, ancaq onlar həm də ağılın fövqünə qalxmağı bacarırlar. Yəni Tanrıya doğru biz eşqlə gedə bilərik. Necə ki, İstanbula getməliyik, məsəl deyirəm, bir şəhərdən taksi tutu aeroporta qədər gedirik, ancaq həmin taksi nə qədər bahalı olur olsun, nə qədər yaxşı maşın olur olsun, onunla biz İstanbula uça bilmərik. Mütləq oradan düşüb təyyarəyə minməliyik. Biz taksidən düşüb təyyarəyə minməyə doğru gedəndə artıq eşq yoluna qədəm qoymuş oluruq. Yəni ağılı taksi kimi təsəvvür eləyək. Yəni belə sizin başa düşdüyünüz, hamımıza aydın olacaq bir dildə izah eləmək istəyirəm. Yəni rasional məntiqi, ağılı o taksi kimi təsəvvür eləyirik. Eşqi isə təyyarə kimi. Bunlar bir-birini inkar eləyir. Yəni sən taksini inkar eləyib keçməlisən təyyarə mərhələsinə ki, gedib ünvana çata biləsən. Və bu yol məcnunluq yoludur əslində. Məcnun adını Füzuli orada istehza ilə qoyur, yəni. Əslində istehzalı bir sözdür. Məcnun dəli deyil. Sadəcə o rasional məntiqlə işləmədiyi üçün bu dünyaya bağlı insanların gözündə dəlidir. Bu dəlini Məhəmməd Peyğəmbərə də deyirdilər, Aşıq Ələsgərə də deyirdilər və elə yəqin ki, Füzulinin özünə də deyiblər. Bəzən bizim özümüzə dəli kimi baxırlar ki, ilin günün bu vaxtı bunların işinə gücünə bax. Hətta mənim bu çıxışıma baxıb dəlilik kimi qiymətləndirən ola bilər və mən onlara haqq qazandırıram. Necəsə elə dəlilikdir. Amma biz axmaq adam deyilik, həm də ağlımız var, onu demək istəyirəm. Yəni, bu eşq yolu buna görə çox çətindir. Sənin hakimiyyətlərlə problemin olur, Həllac Mənsur kimi, Nəsimi kimi sənə dara çəkirlər. Sənin ətrafınla, qohumlarınla problemin olur, səni anlamırlar. İnsanlar dünyaya bağlıdır, necə Həzrət Əlinin öz ətrafındakı insanlar ona düşmən kəsildilər dünya malından, dünya cifəsindən ötürü. Əli ağlın hüdudlarına qalxmağı bacarırdı, ancaq onun elədiyi bir çox hərəkətlər məntiqsiz görünürdü adamlara. Çünki o üzünü görmürdülər. Dünyanın işlərinin, dərinliklərini, irfani dərinliklərini görmürdülər. Əli isə onları görürdü. Və bu görən insanların əzabları çox böyük olur. Çox böyük olur onların əzabları. Ancaq həm də onun bir feyzi var. O əzabla onlar feyz alırlar. Füzuli ona görə deyir, ya Rəbb, bəla-i eşq ilə qıl aşina məni. Birdən bəla-i eşqdən etmə cüda məni. Az eyləmə inayətin əhli dərdidən, yəni ki, çox bəlalara qıl mübtəla məni. Bir yandan inayət, rəhm istəyir, bir yandan deyir, daha çox bəlalar ver. Eşq yolunda mən bunları çəkməyə hazıram. Yəni, ləzzət ala-ala gedirlər. Siz elə bilirsiniz ki, İmam Hüseyin Kərbalada peşman olub, geri çəkilmək istəyib haradasa, qəti şəkildə. O ölənə qədər, son nəfəsini verənə qədər feyzlə gedib o yolu. Əmin ola bilərsiniz. Böyük eşqlə gedib o yolu. Bu belə olur, yəni insan çox sevəndə, necə ki, məsələn, Şuşaya o qayalara dırmaşırdı insanlar, cavan oğlanlar. İnsan çox sevəndə, yəni, o ölüm,
O şeylər çox xırda gəlir. O dünyəvi anlayışlar onlara çox xırda gəlir. Eşqin işləri biraz qəlizdir. Və həm də bu dünya üçün çox çətindir. Ona görə Dədə Ələsgər deyir ki, dedim könül içmə eşqin camını, içdin dünya sənə dar olacaqdır. Ya dost olma, ya zəhmətdən usanma, dost yolunda boran qar olacaqdır. Fikir verirsin sənətkarlığa. Demir, ha, niyə içmisən? Deyir, sənə xəbərdarlıq elədim, bu hər oğulun yolu deyil. Amma madam ki, bu yola düşdüm, madam ki, eşqin camını içdin, şikayətlənmə. Yəni seçim özünün də axıra qədər də kişi kimi getməlisən və bunu hər birimiz, o yolu tutan insanlar, eşq yolunu demirəm, ümumiyyətlə əqidə, əxlaq yolunu tutan insanlar bu düsturu yadlarında saxlamalıdırlar. Başqa bir şeirində gör Aşıq Ələsgər necə deyir eşqin əzabları haqqında. Eşq ucundan tapdı xatalar məni, qul deyib Həbəşdə satalar məni, qoyub top ağzına atalar məni, bəlkə canım bu azarı çəkməyəm. Çox sağ olun, hamınıza sevgi və eşq arzulayıram.